Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. 21-ci yüzilliyin qadını proqramındayıq. Bir reklam əməkdaşlığı ilə bağlı az sonra müsahibim olacaq Xəyalə xanıma zəng elədim. Söhbət əsnasında rastlaşdığı, müşahidə etdiyi hallarla bağlı fikirlərini söylədi, şikayətləndi. Bir sözlə gördüm ki, ürəyi doludur. Proqrama dəvət etdim, böyük məmnuniyyətlə qəbul etdi. Hazırda bizimlə bərabərdir. Və mən qısaca onu daha yaxından sizə tanıtmaq istəyirəm. Niyə? Çünki mən müsahibimi uzun zamandır ki, artıq tanıyıram və onun haqqında söz deyə bilərəm. Bəli, Xəyalə xanım 14 il öncə yaranan Artmod şirkətinin təsisçi direktorudur. Bəlli bir təcrübəsi var bu sahədə, sözü gedən sahədə. Az sonra özü danışacaq bunları sizə. Və gördüyüm iş xanımları arasında ən prinsipiallığı, mövqeyi, cəsarəti, belə deyək, müdrikliyi, eyni zamanda sağlam təfəkkürü ilə mənim diqqətimi cəlb edənlərdəndir. Mən bunu deməliyəm. Əlbəttə, könül istər ki, belə xanımların sayı çox olsun. Belə, Xəyalə xanım bizimlədir. Xəyalə xanım, xoş gördük sizi. Əlbəttə, 21-ci əsrin qadını mənə elə gəlir ki, bugün hər şeydən danışa bilər. Necə düşünürsünüz? Nədən başlayaq? Öncə, Mətən xanım, dəvətiniz üçün təşəkkür edirəm. Əlbəttə ki, bugün təəssüflər olsun ki, daha çox danışa biləcəyimiz məsələlərdən biri dünyada baş vermiş hadisələrdir. İran müharibəsi, İranla Amerika, İsrail və bu əlbəttə ki, bizim sahibkarlıq fəaliyyətimizə də çox ciddi təsirlər göstərir. Çünki bu ümumi dünyada iqtisadi böhrana gətirib çıxarır zamanla. Amma bu gün daha çox istərdim sahibkarlıq fəaliyyətimdən danışım əlbəttə ki. Çünki Azərbaycanda qadın olaraq sahibkar olmaq, onun çətinlikləri, mövcud problemləri. Düşünürəm ki, peşəkar fəaliyyətdən gedir söhbət. Peşəkar fəaliyyətdən cinsin heç bir önəmi yoxdur, qadın və ya kişi fərqi yoxdur. Sadəcə olaraq məncə qadınlar sahibkar olaraq daha peşəkar olur. Səbəbi odur ki, qadınlar həm rasional, həm də emosional qərar vermə zəkasına malikdir. Ona görə məncə sahibkarlıq fəaliyyətində hər zaman rasional olmaq olmur, emosionallıq da mütləq önəmlidir və bu səbəbdən düşünürəm ki, qadınlar daha mükəmməl sahibkar olma potensialına malikdir. Əlbəttə ki, bütün fikirlər subyektivdir, əziz tamaşaçılar. Bugün sahibkarlığın vəziyyətini necə dəyərləndirirsiniz? Belə deyək, bir gənc iş qadını kimi. Məncə sahibkarlıq, ümumiyyətlə bu günləri sahibkar olan insanlar, ümumiyyətlə qadın, kişi fərqi yoxdur. Sahibkarlıq fəaliyyəti elədir ki, mübarizə aparmaq məcburiyyətindəsən. Yəni çox önəmlidir. Həm burada məsuliyyətin var, məsuliyyəti dərk eləməlisən, həm də eyni zamanda mübarizə aparmalısan bəzi qurumlarla ki, sahibkarlıq fəaliyyətini davam elətdirə biləsən. Yəni bir sahibkarın qarşılaşdığı süni problemlərdən bəhs edirsiniz? Bəli. Məsələn? Məsələn, mən bu günləri öz problemimdən söz aça bilərəm əlbəttə ki, çünki hər sahibkarın öz sahəsinə uyğun problemləri var. Təbii ki. Mənim rastlaşdığım problemlər təəssüflər olsun ki, Azərbaycan Dövlət Reklam Agentliyinin yaratdığı süni və qeyri-müəyyən problemlərdir. Əlbəttə, bu ilə bağlı bəzi dövlət qurumlarına da müraciətlər etmişik və inanıram ki, yaxın bir zamanda bu məsələ kökündən həll olar. Yəni, bir qurumun bir müstəqil sahibkarla bağlı nə problem ola bilər ki? Təəssüflər olsun ki... Yəni, süni maneələrində nəyə nəzər tutursunuz? Necə mane olurlar sizə? Bəzi dövlət qurumlarında əyləşən məmurlarımız düşünürlər ki, əgər dövlət qurumunda əyləşibsə və istədiyi vaxt, istədiyi maneəni rahat şəkildə törədə bilər, qərarı dəyişə bilər, yeni qeyri-müəyyən qərarlar verə bilər. Məsəl üçün, bizim reklam qurğularımız var regionlarda və bu 15 il ərzində yəni əziyyətlə qurduğumuz reklam qurğularıdır, hansı ki, Dövlət Reklam Agentliyi səhər gəlir, bizim müraciətlərimizə ləğv qərarı göndərir ki, tutalım ki, 30-40 dənə qurğunu biz sizdə ləğv edirik, bunları demontaj eləməlisiniz. Hansı ki, konkret bir səbəb də yoxdur. Yəni, konkret səbəb olarsa, tamam, əgər hər hansı bir görüntüdə problem olarsa və s. əlbəttə ki, bu bizim tərəfdən ya həll olunmalıdır, ya da ki, demontaj olunmalıdır. Amma heç bir qərar, heç bir problem olmadığı halda sadəcə olaraq
demontaj etməlisiniz və konkret olaraq heç bir qərar yox. Bu nə ilə bağlıdır sizcə? Yəni sizin öncədən də bu adını çəkdiyiniz qurumdan şəxsi intriqalarınız, ziddiyyətləriniz mi olubdu? Yəni niyə sizə qarşı gözəl, gənc, ağıllı, intellektual və bir iş bacaran bir xanıma nəyə görə belə aqressiv mövqe nümayiş etdirsin bir qurum? Əslində bu tək mənə deyil, sırf reklam sahəsində olan sahibkarlara qarşı çox haqsızlıqlar olur, təəssüflər olsun ki. Nə ilə bağlıdır sizcə bu haqsızlıqlar? Düşünürəm sadəcə olaraq sahibkarın çəkdiyi əziyyətlərdən, sahibkar o qurğunu qoyduğu zaman hansı əziyyətləri çəkdiklərindən məlumatları yoxdur bəlkə də. Özləri o əziyyəti çəkmədiklərinə görə belə rahat qərar verə bilirlər. Xeyla xanım, necə düşünürsünüz? Sahibkar olmaq daha çox imkanlar platformasıdır, yoxsa mübarizə meydanı? Daha çox mübarizə meydanıdır. Yəni mən bu neçə ili sadəcə olaraq mübarizə verərək bu günlərə gəlib çıxmışam. Yəni o mübarizəni hardasa dayandırsaydım və ya yorulsaydım, kənara çəkilsəydim, mən bu gün sahibkar olmazdım. Amma biraz öncə siz özünüz qeyd etdiyiniz nüanslara rəğmən, bax məndə belə bir sual da formalaşdı. Siz madam ki uzun illər mübarizə aparıb bəlli bir yerə gəlmiş sayırsınız özünüzü, o zaman demək ki mübarizə aparmısınızsa bu vaxta kimi müxtəlif dövlət qurumlarına, dövlətimizə müraciətlər eləmisiniz. Hər halda dövlət qurumları ilə əməkdaşlıqlarınız var anladığım qədərilə. Problemlərinizdə necə görmüsünüz? Müraciətlərinizdə bax bu geri dönüşləri necə görmüsünüz? Bir iş qadını dəstəkləndiyini hiss etmisinizmi dövlət tərəfindən, dövlətin müvafiq qurumları tərəfindən? Əslində bundan öncə də mövcud problemlərim var idi icra orqanları ilə, elə Dövlət Reklam Agentliyi ilə də. Əlbəttə ki, bu ilə bağlı cənab prezidentə müraciət göndərmişdim və problemim həmin müddətdə də həll olunmuşdu və bir uzun müddətdə bu məsələ ilə bağlı, yəni icra orqanlarından heç bir problem yaşamamışdım. Əməkdaşlıq etdiyiniz dövlət qurumları ilə münasibətlərdə yaşadığınız anlaşılmazlıqlar, bax biznesə sizin məşğul olduğunuz işə necə təsir edir? Biznesinizə necə təsir edir? Əlbəttə ki, mövcud problemlər bizə həm psixoloji, həm maddi ciddi zərərlər vurur və biz ümumiyyətlə planladığımız kimi getmədiyi halda o yaranan maneələr çox ciddi problemlər yaradır. Ona görə düşünürəm ki, ümumiyyətlə dövlət məmurları, dövlət qurumunda oturan insanlar düşünməlidir. Çünki bugün sahibkarın inkişafı iqtisadiyyatımızın inkişafı deməkdir. Bugün sahibkar inkişaf edərsə, ölkə, dövlət daha çox inkişaf edəcək. Sahibkara yaradılan problemlər və ya hər işin bir əldə cəmlənməsi bu iqtisadiyyatımızın çökməsi deməkdir. Siz özünüz bir sahibkar xanım kimi biznes fəaliyyətinizdə keçdiyiniz yolda hansı qənaətə gəlmisiniz? Yəni ki, bir sahibkar qadın üçün bu sahədə irəliləmək nə qədər çətindir? Hansı mənfi tərəfləri var, hansı çətin tərəfləri var? Təəssüflər olsun ki, sahibkar qadınlara yanaşma birmənalı deyil bizim cəmiyyətdə. Düzdür, mən 15 il öncə başladığım zaman yanaşma daha fərqli idi, daha qəti idi. Zamanla bu dəyişir, zamanla düzəlir, amma hələ də buna doğru biz inkişaf etməliyik. Hələ də buna doğru... O çətinlikləri nəyə görürsünüz? Yəni o çətinliklər qadınsansa, məsəl üçün bir kişi sahibkarla qadın sahibkar dayanıbsa, kişi sahibkarın sözü daha tutarlı hesab edilir, nəinki qadın sahibkarın. Söz demək haqqı kişilərə daha çox verilir, nəinki qadınlara. Yenə deyirəm, zamanla bu dəyişir, amma hələ bununla bağlı çox inkişaf etməliyik. Xeyla xanım, ola bilərmi ki, bax biz deyirsiniz ki, qadın və kişi sahibkar dayanıbsa, onun sözü daha mütərəqqi, daha nəticəli qəbul olunur. Ola bilərmi ki, gəlin etiraf eləyək də, siz də, biz də bu cəmiyyətdə baş verənləri, hadisələri nəinki müşahidə edirik, bilavasitə iştirakçısıyıq. Davamlı sahibkarlıqla məşğul olan qadınların sayı nə qədərdir? Gəlin ədalətli yanaşaq. Yəni nə qədər Azərbaycanda, bizim ölkəmizdə qadınlarımız nə qədər davamlı bizneslə məşğul ola bilirlər? Barmaqla sayılacaq dərəcədə mənə elə gəlir. Siz necə düşünürsünüz? Məncə bu da cəmiyyətin o mühakimə tərəfindən irəli gəlir. Kişilər nə qədər davamlı bizneslə məşğul ola bilir? Biz qadın və kişini eyni tərəziyə qoyuruqsa, kişilərin də o yaşadığı problemlərdə daha çox sınmaları var, nəinki qadınlar. Qadınlar daha davamlıdır.
əslində. Sadəcə olaraq bizim daha çox kişilərimiz bu fəaliyyətlə məşğul olduğuna görə bu günə qədər. Ona görə kişilər daha çox üstünlük təşkil edir, nəinki qadınlar. Qadınların davamlı formada sahibkarlıq fəaliyyətində yer almaması sizcə nə ilə bağlıdır? Məncə daha çox qadınlarımız, düzdür, bu zamanla yenə deyirəm dəyişir, çünki əvvəllər daha az idi və mühakimə daha çox idi. Sadəcə olaraq zamanla qadınlarımız öz hüquqlarını, öz haqlarını bildiyi zaman inkişafa daha yönəlik olurlar və yönəlik olduqları zaman sahibkarlıq fəaliyyəti daha da çox olacaq və inanıram ki, yaxın zamanda illər keçdikcə bu daha da artacaq. Bugün cəmiyyətdə özünü sahibkar kimi təqdim edən çoxlu sayda deyərəm ki, qadınlar var, siz də bilirsiniz. Onların hamısını real sahibkar kimi qiymətləndirmək doğrudurmu? Ədalətlidirmi? Məncə mən sahibkaram deməklə sahibkar olmaq olmur. Sahibkar o keşməkeşli yolu keçməlidir. Sahibkar o problemlərdən çıxmağı bacarmalıdır. Sahibkar əməkdaşlarının məsuliyyətini dərk edərsə, artıq o sahibkar olacaq. Ölkəmizdə ciddi formada sahibkar kimi özünü təsdiq edən nümunələr çoxdurmu? Çox deyil. O çox olmayanlar cəmiyyətdə aktiv formada görünürlərmi? Cəmiyyətdə aktiv formada görünənlərin çoxsu sahibkar deyil, özünü sahibkar kimi təqdim eləyir. Hətta bununla bağlı mənim bir müsahibəm də var idi, hansı ki, sahibkar olmayan sahibkarlıqdan təlim keçir, marketoloq olmayan marketinqdən təlim keçir. Yəni, sahəni bilməlisən, sahədə mövcud problemləri bilməlisən, sonra kiməsə nəyisə motivasiya və ya təlim verməlisən və ya cəmiyyətə məsləhət verməlisən bu ilə bağlı. Çünki hər şey göründüyü qədər asan deyil. Hər şey həqiqətən də o arxa fonda yaşananlar çox mürəkkəb şeylərdir. Və biz çıxıb insanlara sahibkar olmaq bu qədər rahat, asan. Mən hərdən o müsahibələrə qulaq asanda mən düşünürəm ki, görəsən mənmi sahibkar deyiləm, yoxsa bu eşitdiklərim mi absurddur? Və sonra əlbəttə ki, araşdıranda görürsən ki, danışan sahibkarlıqdan təlim keçən və ya sahibkarlıqdan motivasiya verən, video çəkən xanım və ya bəy sahibkarlıq fəaliyyətinə ümumiyyətlə məlumatı yoxdur. Sadəcə olaraq nəzəriyyəni danışır. Aydındır. Nəzəriyyə ilə praktika çox fərqlidir əslində. Tərs düşəndə yerimiz misalı yadıma saldı sizin bu fikriniz. Cəmiyyətdə bəzi, belə deyim də, bərabərlik olmayan nüanslar var. Məsələn, coach olmayan deyir mən coacham. Həkim olmayan məlum oldu ki, estetik həkim olmayan məlum oldu ki, heç diplomu da olmayan estetik əməliyyatlar edir. Həmçinin siz qeyd etdiyiniz kimi sahibkar olmayan, sahibkar kimi özünü kifayət qədər geniş formada reklam edir. Bütün bunlar başqa bir proqramın mövzusudur. Mən inanıram ki, biz gələcəkdə də görüşəcəyik sizinlə. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün, vaxt ayırdığınız üçün.